Simonyandan Azərbaycanla bağlı şok etiraf. Bir sirrin üstünü açın. Ermənistan parlamentinin spikeri və Mülki Müqavilə Partiyasından deputatlığa namizəd Alen Simonyan iyunun 1-də Ermənistan ictimai televiziyasında keçirilən seçki qabağı debat zamanı diqqət çəkən bəyanatla çıxış edib. Gözaltı News.ama istinadən xəbər verir ki, Simonyan dəvət olacağı təqdirdə və müvafiq şərait yaranan kimi qonşu ölkəyə, Azərbaycana səfər edəcəyini və bütün qonşu dövlətlərin nümayəndələrini də Ermənistana dəvət edəcəyini bildirib. Erməni spiker çıxışı zamanı bir sirrin üstünü də açıb. Bir sirri aça bilərəm. Bu yaxınlarda Azərbaycanda forum keçirilirdi və Azərbaycanlı həmkarım məni Azərbaycana səfər etməyə dəvət etdi. Lakin təəssüf ki, seçki qabağı təşviqat kampaniyası ilə əlaqədar mən həmin forumda iştirak etməkdən imtina etdim. A. Simonyan həmçinin əlavə edib ki, siyasi xadimlər sülhün bərqərar olunması üçün məsuliyyəti öz üzərlərinə götürməyi bacarmalıdırlar. Söz altında yox, göz altıda qalan.